Auckland Yeni Zelandiyanın əhalisinə görə ən böyük şəhərdir. Şəhər başdan başa yaşıl parklarla, təmiz avtomobil yolları ilə əhatələnib. Şəhərin hündür nöqtələrindən baxanda sönmüş vulkanları aydın görmək olur ki, bu da Aucklanda xüsusi əzəmət verir. Auckland təbiətini, təbiiliyini qorumasına baxmayaraq, şəhər salma ənənəsi burada xeyli inkişaf edib. Bugün Auckland dünyanın ən sayılıb seçilən şəhərlərindən biri hesab olunur. Nəhayət ki, gəldiyimiz gündən hələ qarşılaşmadığımız bir izdihamla rastlaşdıq. Amma bu əsla narahatçılıq, diskomfort yaratmır. İstənilən zümrəyə mənsub adamlar küçələrdə rahat hərəkət edir, sakitcə öz işləri ilə məşğul olurlar. Auckland, Yeni Zelandiyanın ən iri şəhəri. Əhalinin sayı 1 milyon 300 min. Yeni Zelandiyanın əhalinin 25%-i məhz burada Auckland şəhərində yaşayır, amma bura paytaxt deyil, sadəcə olaraq ən iri şəhərdir. Auckland dünyanın ən müasir, ən gözəl şəhərlərindən biri. Amma müasirliyə baxmayaraq, burada köhnə binalara da belə deyək, xüsusi münasibət var. Onlar qorunub saxlanılır. It's a special on today, so it's Okay. 98% fat free. Okay. And I this tasted. This is the only one in Auckland. Ya bir dəqiqə imkan verdin, bir dadına bax. One moment please. I tasted and after few seconds I'll say you something. Yəni birdən pulunuz az olsa burada Aucklandda pulsuz dondurma yemək istəsəz, bilin ki, burada bu cavan oğlan sizə təklif edəcək. Aucklandın mərkəzi gözəldirsə, ətrafı gözəllikdə heç də ondan geri qalmır. Hətta mən deyərdim ki, əksinə. Bir sözlə, Auckland həm müasir şəhəri, həm heyrətamiz təbiəti, həm də gözəl insanları özündə birləşdirir. Oreva adlanan ərazidəyik, Aucklanddan bir qədər aralıda, təxminən 30 kilometrlik məsafə ayırır bizi şəhərin mərkəzindən. Buranı Şövelyan qəsəbəsi ilə müqayisə etmək olar. Mənzərəsi çox gözəldir. Bir tərəfdən sakit okean, digər tərəfdən dağlar, təpələr və olduqca gözəl ağaclar. Onu da deyim ki, məhz burada, bu yerdə qabarma və çəkilmə müşahidə olunur. Su geriyə çəkilərkən hardasa yarım kilometrə qədər ərazi artıq qupquru olur. Sanki burada, bu tərəfdə, bu istiqamətdə heç okean suları olmuyor. Bu gözəllikləri görmək üçün biz təkcə bir istiqamətdə 22 saat ərzində havada olduq, sözün əsl mənasında. Uçuşumuzu nəzərdə tuturam və bütövlükdə 2 gün ərzində təkcə yola getdim. Odur ki, indi düşünürəm, dəyərdir yoxsa yox və əminliklə söyləyə bilərəm ki, əlbəttə ki, dəyər. Yeni Zelandiya başdan ayağa kurortdur. Hər bir bölgəsi, hər bir nöqtəsi çox gözəldir, mənzərəsinə söz ola bilməz. Və bəzi insanların arzuları reallaşır. Sakit okeandan cəmi bir neçə addımlıqda ev alırlar, burada yaşayırlar. Məlumat üçün bildirim ki, təxminən belə bir evin qiyməti məndən arxada solda olan evin dəyərini deyirəm, 1 milyondan artıqdır. Aucklandda yerləşən məscidə də baş çəkdik. Müxtəlif düşüncəli, inanclı insanların birgə yaşadığı Aucklandda İslama da hörmətlə yanaşırlar. Fikir verirsinizsə, zebra yoxdur burada və bir çox küçələrdə zebra görmək mümkün deyil. Hər halda şəhərin mərkəzində mən hələ ki görməmişəm. Bütövlükdə isə nəzərə alaraq ki, artıq bir neçə gün Auckland şəhərindəyik.
mən deyə bilərəm ki, bir tərəfdən Amerikanın Los Angeles şəhərini xatırladır, digər tərəfdən Buenos Airesi. Avropa şəhərləri ilə müqayisədə daha genişdir və insanlar elə də çox deyil müqayisədə yəni. Dənizçilik muzeyi qarşısındayıq. Burada Yeni Zelandiyada dənizçilik ənənəsi çox güclüdür və onun əsası Maorilər və ingilislər bura köçən zamanlara qoyulub. Söyləyirlər ki, burada Yeni Zelandiyada hər bir məktəbli, hər bir orta yaşlı insan, bir sözlə demək olar ki, hər bir Yeni Zelandiya vətəndaşı çox yaxşı üzür. Çünki hər tərəf dəniz və okeandır. Oklandda həyat tək səhər yox, gecələr də davam edir. Küçələrdə eyni izdiham hökm sürür. Bugün cümə günüdür və dünyanın bir çox ölkələrində olduğu kimi burada da Yeni Zelandiyanın bir sıra şəhərlərində insanlar əməlli başlı istirahət edir. Xüsusən də axşam saatlarında bax burada Oklandda insanların sayı hesabı yoxdur. Müxtəlif insanlar öz bacarıqlarını, istedadlarını müxtəlif şəkildə digərlərinə nümayiş etdirirlər. Bir sözlə, insanlar burada xoşbəxtliyi, sevinci paylaşmağı sevir. Və yenidən dostumuz ördək. Biz onunla artıq tanışıq, ona görə burada gəzintiyə çıxırıq. Sakit okean, təmiz hava, gözəl mənzərə, Yeni Zelandiya.